أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على seyyidina Muhammed və alihi tahirin. Salam əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Həcc məsələlərində biz yetişdik təvafın hökmlərinə. Məlum oldu ki, təvafın 5 şərti vardır. Təvafdan qabaq riayət olunmalıdır və 8 vacib əməli vardır ki, təvaf zamanı onlar riayət olunmalıdır və təvafın keyfiyyətinə aiddir. 5 şərt barəsində danışdıq, 8 vacib əməldən 4-ünün barəsində söhbət etdik. Birinci və ikincisi bundan ibarət oldu ki, təvaf Həcərul Əsvəddən başlayıb, Həcərul Əsvəddə də qurtarmalıdır. Yəni Allahın Kəbə evinin bir güşəsində Həcərul Əsvəd deyilən müqəddəs bir daş vardır. Təvaf oradan başlanmalıdır. Birinci şot oradan başlanmalıdır. 7-ci şot orada bitirilməlidir. Və bu 7 şot birlikdə bir təvaf sayılır. Bu 1 və 2 başlama və qurtarmaq. Üçüncüsü budur ki, təvaf edən zaman, təvaf edən şəxsin sol tərəfi Kəbə evinə olmalıdır. Dördüncüsü budur ki, Allahın Kəbə evi ilə 10 metrlik, təqribən 10 metrlik fasilədə olan Hicr İsmailə çatmadan və ya onu keçdikdən sonra eləyə bilərik biz Kəbəyə yaxınlaşaq. Yəni biz ki, burada deyirik Hicri İsmailin kənarından 10 metrlik fasilədə olan Hicri İsmailin çölündən təvaf elənməlidir. Bu o demək deyil ki, hər tərəfdə biz bu 10 metri riayət etməliyik. Xeyr, lap yaxınından da təvaf etmək olar. Amma 5-incisi təvafın məhdudəsinə aiddir. Təvafın çərçivəsinə aiddir. Biz hansı yerdə, nə miqdarda təvaf etməliyik? Bura diqqət edin. Allahın Kəbə evindən fasiləli, təqribən 13 metr fasiləli olan Məqam-ı İbrahim adında bir məkan mövcuddur. Hal-hazırda o yer müəyyən əlamətlə təyin olunubdur. Bunun daxilindən təvaf etmək müstəhəbdir. Və burada biz ki, deyirik bunun daxilindən təvaf etmək müstəhəbdir. Yəni, təvafın bütün yerlərində, Kəbənin bütün ətrafında, bütün 4 tərəfində bu 13 metri riayət etmək müstəhəbdir. Yəni, müstəhəb o yerdədir ki, hər tərəfdə bu 13 metrdən kənara çıxmayaq. Amma vaciblik baxımından, müstəhəbliyinə ki, müstəhəbdir. Hətta bir sıralar buyururlar, bunun kənarından, yəni 13 metrdən çox kənarda təvaf etmək məkruhdur. Amma vacibliyi baxımından necə? Burada 2 məşhur nəzər mövcuddur. Birinci məşhur nəzər budur ki, əgər imkan vardırsa, Məqam-ı İbrahimin daxilindən, yəni bu 13 metrdən içəri daxil olub təvaf etməliyik. Hər tərəfdə 13 metr riayət etməliyik. İmkan olan həddə. Əgər izdihama xatir, cəmiyyətin çoxluğuna xatir imkan yoxdursa, hər nə qədər bu Məqam-ı İbrahimə tərəf yaxınlaşa biliriksə, o yaxınlığı biz riayət etməliyik. Yəni, belə olmasın ki, mən indi Məqam-ı İbrahimin daxilindən təvaf edə bilmirəmsə, artıq gedim bir 20-30 metr kənarda təvaf edim. Xeyr, bu nəzərə əsasən, əgər mən 13 metrdə təvaf edə bilmirəmsə, 14 metrdə, 14 metr fasilədə təvaf edə bilmirəmsə, 15 metrdə. Bu fasilələr riayət olunmalıdır, imkana bağlıdır. Bu bir nəzər, məşhur nəzər. İkinci məşhur nəzər də bundan ibarətdir ki, mütləq şəkildə caizdir. İstər imkanın olsun daxildən təvaf etməyə, istər imkanın olmasın, kənardan təvaf edə bilərsən. Bu ikinci məşhur nəzərdir. Burada üçüncü bir nəzər də vardır ki, buyururlar vacibdir onun daxilindən təvaf olunsun, amma bu elə də məşhur nəzər deyil. Amma hər halda burada artıq tövsiyə olunur ki, müqəllidlər öz müctehidlərinə hökmən bu məsələdə müraciət etsinlər, görsünlər burada müctehidinin rəyi nədir? Mümkündür mənim müctehidim vacib bilə Məqam-ı İbrahimin daxilindən təvaf etməyə mümkündür, vacib bilməyə mütləq şəkildə
caiz bilə onun kənarından, çölündən təvaf etməyə və ola bilsin müctehidim o şəxslərdən olsun ki, burada imkan olan zaman vacib bilsin, imkan olmayan zaman o yaxınlıqları riayət etməklə icazə versin ki, məqam-ı İbrahimin çölündən mən təvaf edim. Bir maraqlı məsələ burada vardır. Baxın, hal-hazırda cəmiyyətin çox olduğuna görə, hacıların çox olduğuna görə, təvaf çətinliklə üzbəyüz olduğu üçün yeni bir təbəqə hazırlanıb təvaf üçün. Yəni ikinci bir təbəqə, ikinci bir mərtəbə hazırlanıb orada Allahın evinin kənarında ətrafına fırlanmağa ki, əgər o şəxslər ki, eləyə bilmirlər, təvaf etsinlər, əsl səhnədə onlar qalxsınlar, ikinci təbəqədə, ikinci mərtəbədə təvaf etsinlər. Buyururlar, bunun hökmü nədir? Əsl hökm budur bizim alimlərin arasındakı xeyr. İkinci təbəqədə və ikinci mərtəbədə təvaf etmək caiz deyil. Bəli, istisnalar var burada. Əgər bir şəxs imkanı yoxdursa, təsəvvür edin, qocadır, o izdihama dözə bilmir, təvaf edə bilmir və ya xəstədir. Amma hər halda hətta cavandır, bunun halı imkan vermir əsl səhində cəmiyyətin çoxluğuna xatir təvaf etsin. Bu şəxs əgər həqiqətən bir xəlvət vaxtı tapa bilmirsə, fətva budur. Xəlvət vaxtı tapa bilmirsə, sakitçilikdə təvaf etsin. Təsəvvür edin, elə bir vaxtdadır ki, elə gecəsi, gündüzü dolu olur ora. Vaxt tapa bilmirsə, belə olan halda buna icazə verirlər. İkinci mərtəbədə təvaf etsin. Amma buna kifayət etməsin. Bir nəfəri də naib tutsun, onun tərəfindən əsl səhəndə təvaf etsin. Və bu şəxs özü ikinci mərtəbədə namaz qılsın. Əgər eləyə bilmirsə, birinci mərtəbədə namaz qılsın. Naibi də birinci mərtəbədə, təvafdan sonra təvafın namazını qılsın. Amma əgər özü eləyə bilirsə, ikinci mərtəbədə təvaf edib və birinci mərtəbədə namaz qılsın, onda belə eləsin. Bu cür yerinə yetirsin. İkinci mərtəbədə özü təvaf edəcəkdir. Naibi birinci mərtəbədə, yəni əsl səhəndə təvaf edəcəkdir. Və sonradan özü düşüb təvaf namazının əsl səhəndə yerinə yetirəcəkdir. Bu da o şəxslərin ki, eləyə bilmirlər əsl səhəndə təvaf etsinlər onların hökmü. 6-cı vacib əməl təvafın keyfiyyətində budur ki, Allahın bu Kəbə evinin qırağında bir çıxıntılar var. Yəni bir miqdar inşallah Allah qismət eləsin hamımıza gedək görək və əgər görübsünüzsə və ya televiziya vasitəsilə müşahidə edibsinizsə, bir çıxıntılar var o Kəbənin kənarında. Onun adı Şazrəvandır. Buyururlar ki, Şazrəvan Kəbənin hissəsindəndir, bir cüzvüdür, bir hissəsidir. Ona görə də təvaf zamanı onun ətrafını bütövlükdə təvaf etmək lazımdır. Bunun mənası nədir? Bunun mənası budur ki, məlumdur ki, ola bilsin zehninizə sual gəlsin ki, təbii ki, bu Kəbənin divarıdır, bir miqdar çıxıntıdır, mən təvaf edərkən onun çölündən təvaf edəcəyəm. Amma bu məsələni müctehidlər ona görə vurğulayırlar ki, ola bilsin bir şəxs yaxınlaşsın Allahın Kəbə evinə ki, bu baxımdan ki, həm bu dövrlər tez qurtarır, təvaf tez qurtarır, nə qədər uzaq məsafədən mən təvaf edərəmsə, vaxt çox aparır təbii şəkildə. Mümkündür bir sıraları cavan olsunlar, eləyə bilsinlər, o izdamın içinə daxil olsunlar, cəmiyyətin daxilinə, gedib yaxından təvaf etsinlər və təvafları da tez qurtarır. Hər bir dövr təbii ki, tez qurtaracaqdır. Cəmiyyətin izdihamı, cəmiyyətin dalğası səbəb ola ki, bu çıxsın o çıxıntının üzərinə, o Şazrəvanın üzərinə, bir neçə addım onun üzərində təvaf etsin. Buyururlar, bu hissə batildir. Və qayıdıb həmin, əgər bu iş qabağa gələrsə, vacibdir ki, həmin hissəni yenidən cübran etsin, yerinə yetirsin. Yəni, əgər qayıda bilirsə, qayıtsın, qayıda bilmirsə, həmin hissəni adətən ki, bu qayıtmaq mümkün olmur. O zaman, onda niyyət etmədən fırlanacaq cəmiyyətlə birlikdə gəlib həmin miqdara, həmin yeri yetişəndə niyyət edib və o qalan təvafını, o naqis şotunu yerinə yetirəcəkdir. Bismillahirrahmanirrahim. Lebbeyke la şerike leke lebbeyk. İnnel hamde ven ni'mete leke vel mulk. La şerike leke lebbeyk.
لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك لبيك. Amma 7-ci əməl və 7-ci vacib təvafın vaciblərindən 7 şoutun olmasıdır. Yəni təvafın 7 şoutdan ibarət olmasıdır və bu 7 şoutun riayət olunmasıdır. Təbii ki, artıq bilirsiniz, təvaf 7 şoutdan ibarətdir. Amma vacibdir bu 7 şout. Nə az, nə çox riayət olunsun. Əgər bir şəxs bilərəkdən və elm üzündən bilə-bilə qəsdən, qabaqcadan niyyət edə 7 şoutdan çox və ya az təvaf yerinə yetirməyi təvafı batildir, hətta 7 şoutda qurtarsa da belə. Amma əgər səhv üzündən və ya cəhl üzündən bilmirdi ki, 7 şout gərək qəsd etsin və ya bilmirdi ki, çox, təsəvvür edin, bilirdi ki, vacib 7 şoutdur, amma elə təsəvvür edirdi ki, 8 şout, 9 şout müstəhəbdir. Bu niyyətlə 8-9 şout niyyətini edə. Amma sonradan məlum ola ki, buna bu düzgün niyyət etməyib, 7 şoutda qurtara. Buyururlar, bunun təvafı belə olan halda səhihdir. Baxmayaraq ki, müstəhəbdir, təvafını yenidən bütövlükdə yerinə yetirsin. Bəs əgər cahillik üzündən və ya səhv üzündən, qəflət üzündən 7 şoutdan çox və ya az niyyəti edərsə, 7 şoutda qurtararsa, təvafı səhihdir. Biz bu məsələnin barəsində 3 qismdə söhbət edəcəyik. Birincisi, əgər təvafa artırılarsa, 7 şoutdan artıq olarsa, 7 şoutdan az olarsa, bu 2, üçüncüsü də qiran. Yəni 2 təvafı biri-birinin ardınca gətirmək. 2-7 şout. Yəni 2-7 şout, 14 şout birlikdə etmək ki, 2 təvafı biri-birinin ardınca gətirməkdir, yerinə yetirməkdir ki, arasında namaz fasiləsi olmadan. Bunun hökmü barəsində danışacağıq. Amma birincisi, şoutun artırmağı baxımından istəyirik söhbət edək. Birinci məsələ budur ki, əgər bir şəxs ehtiyatən bir şoutu artıq yerinə yetirə. Məsələn, necə? Təsəvvür edin, 7 şoutu yerinə yetirib, batil olmasını da bilmir, səhv yerinə yetirməsini də bilmir, amma deyir, bəlkə ola bilsin sonradan məlum olsun ki, mənim bir şoutum səhv imiş. Ehtiyatan bir şout əlavə edim, rəcaən, inşallah əgər səhv olubsa, onun yerinə getsin, bu ümidlə. Bir şout əlavə edim, olsun 8 şout. Yəni bunu 8-ci şout kimi təvafın hissəsindən saymır. Ehtiyat niyyəti ilə bir dənə şout bu dediyim formada yerinə yetirir. Buyururlar ki, bu təvafı batil etmir. Diqqət edin, təvafına heç bir zərər yetirmir. Amma eyni zamanda buna heç bir faydası da yoxdur. Belə ki, əgər sonradan məlum olsa, bunun bir şoutu səhv olub, bu ehtiyata yerinə yetirdiyi bir şout onu əvəz eləməyəcəkdir. Vacibdir, əgər şoutu səhv olubsa, təsəvvür edin, gedib Hicri İsmailin daxilindən bir şoutu yerinə yetirib. Vacibdir, onu sonradan yerinə yetirsin. Bəs bir şout, bir neçə şoutu ehtiyat üzündən yerinə yetirmək təvafa zərər yetirmir, amma bu şəxsə də faydası yoxdur. Belə ki, əgər həqiqətdə sonradan məlum ola ki, bunun bir və ya bir neçə şoutu səhv olmuşdur, bu ehtiyata yerinə yetirdiyi şout onu əvəz eləmir. Nəticə, şoutda ehtiyatı riayət etmək əbəsdir və mənası yoxdur. Bəli, təvafın özündə ehtiyat bəzi yerlərdə tövsiyə olunur, bəzi yerlərdə müstəhəbdir. Təvaf bütövlükdə əməl olunsun, yəni 7 şout birlikdə. Amma 1-2 şoutun ehtiyat baxımından təvafa zərəri yoxdur, təvafın səhihliyinə, amma eyni zamanda buna faydası da yoxdur. Əgər bir şəxs səhv üzündən bilmədən şoutuna 7 şouta artıra və söhbətimiz
O yerdədir ki, biz bilmədən şoutumuzu artıq edirik. Artıq fırlanırıq Allahın Kəbə evinin başına və ətrafına. Bu, əgər birincisi bilmədəndir, səhvəndirsə, bu bir şərtdir. Və bir şoutdan azdırsa, bu ikinci şərtdir. Belə olarsa, onu buraxsın, yəni artıq 8-ci şoutu tamamlamasın, təvafı səhihdir. Amma əgər xeyr elə burada, yəni səhvən bir şout və ya bir şoutdan artıq bir neçə şout əlavə edib, vacibdir ki, bunu ehtiyat niyyəti ilə vacib və müstəhəb niyyəti etmədən 7 şouta yetirsin, yəni o artığını. Təsəvvür edin, 7 şoutu qurtarıb, 2 dənə də şout əlavə edib. Vacibdir 5 dənə də buna əlavə etsin ehtiyatən, müstəhəb vacib niyyəti etmədən. Sonra 2 rəkət namaz qılacaqdır. Vacib təvafın namazı niyyəti ilə və burada müəyyən etməyəcəkdir ki, mənim bu 2 rəkət vacib təvaf üçün qıldığım namaz birinci təvafındır, yoxsa ikinci təvafın. Bu cür niyyət edəcəkdir ki, hansı vacib təvaf hesablanıbsa bu 2 rəkət təvaf namazı onundur. Sonra səyi yerinə yetirdikdən sonra, Səfa və Mərvə arasında 7 dəfə səy etdikdən sonra yenidən 2 rəkət namaz qılacaqdır. Müstəhəb təvaf niyyəti, müstəhəb təvaf namazı niyyəti ilə. Yenə də müəyyən etməyəcəkdir ki, bu birinci təvafındır, yoxsa ikinci təvafın. Çünki onun hansı vacib, hansı müstəhəb olub, bunun üçün məlum deyil. Mücməl şəkildə, icmal şəkildə bunu müstəhəb təvaf üçün qılınan namaz niyyəti ilə yerinə yetirməlidir. Bu nə zamandır? Bu o zamandır ki, bu şəxs səhv üzündən, qəflət üzündən artırıb, başı qarışıb, bir təvaf, 2 təvaf əlavə edib. Bu o zamandır ki, bir şoutdan artıq olsun. Amma o yerdə ki, bunu da bəyan etdik ki, əgər bir şoutdan az olarsa, belə ki, 8-ci şoutu hələ tamamlamayıb, burada elə o şoutu buraxacaqdır, 8-ci şoutu tamam eləməyəcəkdir. Belə olan halda bunun təvafı səhihdir. Amma əgər bu şəxs cahillik üzündən, məsələsini bilmədən belə edərsə, təvafını artıq edərsə 7 şoutdan buyururlar, bunun təvafı batildir bütövlükdə və vacibdir ki, təvafını əvvəldən yerinə yetirsin. Bəs əgər bir şəxs bütövlükdə, əgər bir şəxs 7 şoutdan əlavə şout edərsə, 7 şoutdan əlavə fırlanarsa Allahın evinin başına, bu cəhalət üzündən məsələni bilmədən olarsa, buyururlar, bunun təvafı batildir və yenidən 7 şoutu və bir kamil təvafı yerinə yetirməlidir. Bu artıqlıq baxımından. Amma azaltma baxımından necə? Əgər bir şəxs bilərəkdən azalda, qəsd edə, qabaqcadan qəsd edərək təvafının sayını azalda, əgər belə bir qəsdi edərsə bilərəkdən, elə bunu artıq qəsd niyyəti ilə, bunu bundan öncə də biz dedik ki, əgər bir şəxs qabaqcadan niyyət edə ki, 7 şoutdan artıq qəsdini edə, artıq təvaf etməyi niyyət edə, orada dedik bunun təvafı batildir. Az qəsdi də etsə, 7 şoutdan az təvaf etməyi qəsdini də etsə, yenə də təvafı batildir. Bilərəkdən olarsa, hətta əgər 7 şoutda qurtarsa da belə. Amma bunu səhv üzündən edərsə, səhv üzündən edəndə dedik ki, əgər 7 şoutda qurtararsa, bunun təvafı səhihdir. Amma yeni bir məsələ, mən bunu sonuncu məsələ kimi deyirəm, inşallah gələn verilişimizdə daha artıq bu barədə danışacağıq. Əvvəldən qəsdi bu olmayıb, əvvəldən qəsdi 7 təvafdır, yəni düzgün 7 şout yerinə yetirməkdir, düzgündür. Amma sonradan qəsdi bu ola ki, təvafını buraxa, yarıda naqis buraxa. Burada vacibdir buna davam versin. Yəni bu qəsd istəyirəm deyəm ki, təvafını batil etmir. Vacibdir ki, kamilləşdirsin. Neçə şout buraxıbdırsa, neçə şout yerinə yetirməlidirsə, onu təkmil etsin. Əgər bilərəkdən şoutunu təkmil etməzsə, buyururlar bu şəxsin təvafı batildir və o şəxslərdən sayılır ki, bilərəkdən təvafını tərk etmişdir. İnşallah gələn verilişlərimizdə daha da ətraflı bu məsələlər barəsində sizə
tanışlığı verəcəyik, sizə məsələləri açıqlayacağıq. Diqqətinizə görə sizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.